Ukraynanın 225-ci hücum alayı Ukraynanın cənub-şərqində Rusiya qüvvələrinə təzyiqi artıraraq kiçik partlayıcı dronları binaların içinə göndərir və Rusiya zirehli texnikasını axtarır. Məqsəd Rusların bu texnikanı Zaporojye şəhərinə doğru yeni hücum üçün istifadə etməzdən əvvəl məhv etməkdir. Bu şəhər mübahisəli Bozdanadan 75 kilometr qərbdə yerləşir və həmin zona Dnipropetrovsk vilayətindən başlayaraq Zaporojye vilayətinə qədər uzanır, Euromaydan Press bildirir. Ukrayna dron operatorlarının binalarda tapıb məhv etdiyi texnikalar Rusiyanın 50 aylıq müharibəsində istifadə etdiyi ən köhnə və qəribə vasitələrdən bəziləridir. 1950-ci illərə aid T-55 tanklarının kobud şəkildə modernləşdirilmiş versiyalarını məhv edən Ukraynalılar Rusiya ordusunun bəzi bölmələrinin nə qədər zəif təchizatlı olduğunu görürlər. Rusiya Silahlı Qüvvələrinin 5-ci və 36-cı ümumqoşun orduları Dnipropetrovsk və Zaporizhzhia bölgələrində digər köhnə texnikalarla birlikdə T-55 tanklarından istifadə edir. Bu ordular Şərq Qüvvələr qrupunun tərkibinə daxildir və Zaporojye istiqamətində irəliləməyə çalışırlar. Lakin bu onlar üçün çətin ola bilər, xüsusilə Ukrayna dronlarının və müdafiə sistemlərinin artan sıxlığı fonunda Euromaydan Press bildirir. 225-ci hücum alayı tərəfindən yayılan FPV dron hücumlarının videosunda operatorların ambarlar, qarajlar və tikililər arasında dar boşluqlardan manevr edərək düşmən texnikasını tapıb vurduğu görünür. Bu ərazi Ukrayna mövqeləri Verxnaya Tersa ilə Rusiya bazası Zeleni arasında yerləşir. Cənubda isə logistika mərkəzi Hulyarpol yerləşir. Videoda ən azı 3 ədəd 55 tankının FPV dronlarla vurulduğu göstərilir. Bu tanklar üzərinə əlavə antidron zilehqatı əlavə edilir. Lakin bu müdafiə çox zəifdir. Bəzi T-55-lərdə hətta istifadə olunmuş sursat qutuları ilə düzəldilmiş əlavə qoruma var ki, bu da dron hücumlarına qarşı demək olar ki, təsirsizdir. Rusiya 4-cü motorlaşdırılmış atıcı briqadası tərəfindən istifadə olunan T-72 gigatoplu tankları isə daha güclü əlavə zilehlərlə təchiz edilir. Bu tanklar metal qatları və dron əleyhinə qurğularla möhkəmləndirilib. Rusiya 5-ci və 36-cı ordularının zəifliyi təkcə texnika ilə bağlı deyil. Fevralın əvvəlində Starlink minlərlə uğurlanmış və ya qaçaq yolla gətirilmiş rabitə terminalını sıradan çıxarıb. Bu da Rusiya qoşunlarında rabitə və idarə etmə böhranı yaradır. Ukrayna bu vəziyyətdən istifadə edərək 30 kilometrlik cəbhə xətti boyunca əks hücuma keçib. Nəticədə Rusiya qüvvələri geri çəkilib və Ukrayna bir neçə 100 kvadrat kilometr ərazini geri alıb. Daha sonra Rusiya bölgəyə dəniz piyadaları və əlavə qüvvələr göndərib. Hazırda Ukrayna Silahlı Qüvvələri üçün ən çətin istiqamətlərdən biri Hulyarpol istiqaməti hesab olunur. Analitiklər bildirirlər ki, Rusiya gələcəkdə böyük hücumlara başlaya bilər və Ukrayna qüvvələri hazırda əsas məqsəd kimi Rusiya zirehli texnikasını məhv etməyə fokuslanıb, o cümlədən çox köhnə T-55 tanklarını